Hoşum gelmişik bugün Romans Palas'a. Axşamınız xeyir. Məkan Mesta bizə romansdır. Капитал шоу Это полицейс мягко. от телекомпании «Вид». Bir dənə göstər o şişə. Puldur da yəni bura. Basa-basda işləyir və hər gündə belədir. İkinci Yəni gündür ya. üçüncü gündə bugün. Bugün ikinci gün. Ha bugün mən elə bildim ikinci gündür gəlsən görsən ki fulldur. Yok. Üçüncü gün gəlmişik puldur da. Yok he. Yox ha, dünən. Həftənin ikinci günü. Həftənin ikinci günü. Həftənin ikinci günü. Bəli. Yox. Həftənin ikinci günü bugündür. Başladı. Sizin işiniz ağırdır da qaqa. Çox da görüşmürlər. Görürsən danışırlar. Nağın, kakao. Rus qəzəsi söhbətləri yəni də başladı. Kommentləri yağdı. Bir Cavid yoxdur. Hardadır sən? Cavid oradadır. Kare, polni. Cavid, salamlar. Salam Meşim. Cavit hoş gelmişsin. Bugün gelmişik. Забыл название ресторана. Zaman Romans. Ромас? Romans. Yo, здесь другое название. Romans Palaz'da. Romans Это Palace Ромас restoran. Палас? Ты мне говорил другое. Ama Romans Palaz restoran da. А ты мне какой-то бангалы, какое-то такое название говорил. Çıkkılı. Nə o demiş ama nə çıqqılı. Подожди секунду. Sen ara gelmişsin, oxumamısan. Hoşum gelmişik bugün Romans Palas'a. Bağlamışıq buranı. Qapısının zadı, nə bilim, zanaveskaları bağlamışıq ki, heç kəs görməsin. Çünki bugün Fanatlar atmasınlar üstüne. biraz avtograf zad istəməsinlər. Oturmuşuq, skrit istyopka aparıq ki, görək, məsləhət görüblər buranı. Görək buranın yeməkləri necədir. Kim məsləhət görür bu yeri sənə? Birincisi izləyicilər, Qəşəng pərpətmə var burada. ikinci iş yoldaşlarım var ki, pastayla bura gəlirlər və buranın şəfi burada digər restoranlarda işləyib, məşhur restoranlarda. İndi bura gəlib, adını çəkməliyik. Michelin da. Reklam olmaz. yəni məsləhətli yeməklər var idi. İndi biz onları da zakaz eləmiş, sifariş eləmişik. İndi gələcəkdə baxacaqsınız, biz də rəy verərik sizə necədir. Mən qırçın eşitdim, gəldim. Çünki qırçın kababı çox yerlərdə belə ya vermirlər, ya redki verirlər, ya pis verirlər. Ona görə yaxşı vermirlər. yaxşı vermirlər. Ona görə məsləhət görürlər ki, buranın qırçını yaxşıdır. Qırçın kebabı ümumiyyətlə yəni ki, nədən seçilirsə. Onun bir dənə tarixindən danış da bura. Mən maraqlıdır yəni. Ha, lazımdır. Qırçın. Hadi ona görə. So, hoşum nuş olsun bizə. Yeməkləri gözləyirik. Axşamınız xeyir. Buğlama gəldi stola. Amma bağlama deyil. Bir dənə kommentlərdə yazın reski. Deməli- Bu buğlamadır yoxsa soyutma? Hə. Bir dənə bunu yazarsınız. İndi burada 2 porsiya. Hələ də heç kim öz porsiyasını götürməyib. Deməli 2 dənə maça gəlib. Bir dənə Bir dənə boyundur də- deyəsən. Bilmirəm indi porsiya neçədir ələkbər soruşarsan, amma ki belə yaxşı idmana getmiş kənd çolbasının. Ətli az olan bir But hissəsi. porsiyadır məncə. Bəli. Burada yəni ki konkret olan, amma yumşaqdır. Yumşaq olmalıdır da. Bunun Yumşaq variantı deyil. yoxdur. Bu da bulyondur. Çox Öz şirəsi. deyirlər ki öz şirəsidir. Yox, deyirlər yox. Ayrılır, hə, Öz şirəsi deyil, bulyon deyil. Hiss olunur ki, öz şirəsi. Öz şirəsidir, yapışqandır. Dad barəsində də pis yox. Mən demirəm pisdir, yaxşıdır, prosta buğlama deyil. Bəli. Mən Bu soyutmadır. buğlamada tərəvəz zad var da. Bu soyutmadır Yaxşı da. soyutmadır. Orada Şimdi- fərqini deyib, birincidə tərəvəzə var, obasında yoxdur, desə səhv salıb. Yox, deyir ki, bizim buğlama bu gün tərəvəzsizdir. Ha, niyə? Yəni bu gün Tərəvəz bu xatına çıxır. Hələ dedi ki, bu soyutmadır yoxsa buğlamadır. Dedi bu şeydir, buğlamadır, prosta tərəvəzsiz. Cavit, çox şadam səni görməyə. Uzun bir müddətdən sonra mən özüm də tez-tez gəlmirəm. Görürsən ki, artıq əgər sən Drinkimsə baxırsan ümumiyyətlə Yenə də hərdən bir baxıram. Subscription. Asudə vaxtlar. asudə vaxtlar. Asudə vaxtlarım. olanda Hə, suda. görürsən ki, simalar da dəyişib. Bəli, Bəzi bəli. yeni No kadrlar. name, no- Əməkdaşlar. Müşahidə köhnələri yada salmırlar. Kommentlər sən yazırsan, hə? Cavit, həmişə iş başında olasan, tək ki belə şeylərə görə gəlməyəsən, yaxşı, belə priyatni xəbərlər eşidək səndən. Heç vaxt yaddan çıxarma ki, bu proyektin
təməlində sən varsan. Öpürəm. Mən də. Ha, burada maraqlı bir şeydir, Naxçıvan lavaşı var. Çox yerdə verilmir. Artıq ucu yumşaqdır. Onlar bəlkə Naxçıvan imенно Naxçıvan lavaşı bu cür formatda verilir. Sadə lavaş verilir. Sonra çörəyi xaricdən gətir. Xaricdən restoran Rəqqa balıqda verirlər deyəsən. Restoranda nə? Naxçıvan lavaşı. Yox. Restoran xarici bişirir. Yaxşısı olsaydı ki, vəbşə restoranda çörək yapılanda daha dadlıdır, isti-isti gəlir, amma ləzzət edir. Çornu xreb də şeydir, əslən azdan qara çörəkləridir. Yox, azdan deyil, bu şeydir. Çörək üzrə ekspert. Adi hazır kəsilmiş çörəklər marketdə belə. İvanovka elə çörək. Celofanda. İvanovka biraz belə düz olur, bu biraz başqa brenddir. Qara çörək qara çörəkdən danışırıq. Nəysə bu yemək Soyutmadan çox danışdıq. Çox soyutduq. Hə, qırçını gözləyək və hinduşka. Çox belə yağlı bir mənə tikə düşdü. Amma yaxşı pişib, yəni xırt-xırt eləyir, soçnu bir. Yəni ağzında partlayır da elə bir ki, çirəlidir. Mən də çox da xoşlayan deyiləm hinduşka ətindən. Niyə? Amma mənə bərk gəlir. Sən mən bir şey deyinən. Sənə elə gəlmir ki, bu hinduşka kababa çəkilməməsindən əvvəl artıq pişmişdi yarısına qədər. Bu qaraları deyirsən, mən ağdan götürmüşəm. Ağ deyəsən təzəcik olur. Ağ qara hər bir hinduşkada olur. Lavaş şəhər atmayaq. Yox, soracağım. Sənə elə gəlir? Yox. Mənə də elə gəlir. Mənə elə Niyə onda söhbət alırsan? O variantları eləyən var. versiyadır da axırın. Amma Bu svejidir. ət yumşaq olur, amma o qədər sulu olmur. Bir də yağlara əyrir. Bunun yağı üstündədir. Çox belə əməlli yağlıdır. Yaxşı yağlıdır. Bir də onu demək istəyirəm ki, burada yarım da hinduşkadır. Qiymətini də soruşduq, 60 manat. Standart qiymətdir də Bakıda. Plus minus 10 manatda deyək də. Kamera arxasında biz danışırdıq ki, yəni Cavidin neçə övladı var, Səfan neçə övladı var, mənim neçə övladım var. Yəni bölüşdük, fikir mübadiləsi Hamısını apardı. özü danışırıq. Rəsmi, qeyri-rəsmi olanlar. Hə, hamısını da yəni. Nə demək istəyirəm? Bütün yəni izləyicilərin hansılarda ki övlad var və yaxud da hansılarda növbəti illərdə gözlənilirsə, balacanın sağlığına, yəni bizə baxıb bunu içməsinlər, digər şeylərlə məşğul olsunlar. İzləyicilərimizin övladların sağlığına, öz övladlarının sağlığına, yəni can sağlığı, əsas onu arzu etmək istəyərdik. Yəni can sağlığı olan yerdə də bütün başqa qapılar da inşallah açıq olur. Bütün uşaqların üzlərində, simalarında həmişə xoşbəxtlik görək. Çünki indi biz böyüklər biraz vaxtlaşır, həyata uyğunlaşırıq, amma uşaqlar o qədər yəni ki, saf, təmiz, naivdırlar. Həqiqətən də fərq eləmir, tanıdığın adamın uşağıdır, tanımadığın uşaqdır. Sadəcə baxıb, fərq eləmir bu ölkədə, başqa ölkədə, dünyada baxmaq istəyirsən ki, tək ki bu uşaq xoşbəxt bir həyat, uşaqlıq sürsün, sonra böyüyəndə normal bir, yaxşı bir insan olsun. Bəli. Mənə Cavid. Hər il. Uşaqların sağlığına. Həmişə kimi bizim protokolumuza uyğun olaraq bizdə bu gün 8-ci məclisdir. Встреча номер 8. Məkan Mesta bizə romansdır. Romans və imza. Muzeyə gedir bu da nömrə 8 romans. Музей поле чудес. Bəli. Капитал шоу поле чудес. От телекомпании ВИД. Bunun çəki burada bu var. Nədirsə Qıl mı? Qırçın da mən birinci dəfə qırçın haqqında bizim dostumuz Qarınqulu Yusif danışıb. Dedi ki, qırçın bir əzələyə deyilir, hansı ki quzunun but hissəsindədir. Deyir, 3 dənə əsas əzələ var. Nazik əzələlərini bütöv çıxardırlar. Belə ziqzaqla doğrayıb qarmoşka kimi uzanır. Ona qırçın deyirlər. Sözün açığı, əgər siz bu ətdə nəsə qeyri-adi dad, quzunun başqa ətlərindən hiss edirsinizsə, Dəhşət duzludur da. zato kartoşka duzsuzdur. 1 qram duz da vurmayıblar, ona görə
orta məhrəcdə normal bir yemək çıxacaq. Qırçın yaxşıdır, yumşaqdır. Yumşaqlıq Yaxşı quzudur. olsun yumşaq. Yəni quzu ətidir də. Yəni ki sən o ətini çıxartsalar desələr ki, bu antrikotdur, sən deyirsən, "Ha, dadlı antrikotdur." Düzdür, deməsən ki, axı yox, bu butdan çıxıb, özü də qırçın nəzərəsidir. Yoxsa deyəcəksən ki, bu qırçındır. Dəhşət duzludur. 11 manatadır porsiya. 2 dənə var burada. Çox adam bəziləri də qırçın elə bir ki, hansısa bir quş növüdür. Mən də elə bilirdim. Hə, çox adam görürsən, sən də elə fikirləşirsən. Çox adam belə fikirləşir, çünki çox yerdə bu qırçın yoxdur. Çox yerdə bəlkə bacarmırlar bunu eləməyə, ona görə vermirlər. Bacarmırlar yox, o şey tikələrə basıb satırlar, Bəli. cənin satırlar. Amma bu Kartoşka biraz bərkdir gəlir. sözün düzü bu yerə, bu məkana elə birinci elə qırçına görə çox adam da gəlir, çünki qırçın buradan dadlı olur. Ondan dadlıdır, amma sonra çox duzludur. Başqa da qırçın var şəhərdə. Ədalət. Yadımdadır, Naxçıvanında bir dənə Şuşa kafe restoranı var idi. Faik Şuşa. Ha, o verirdi. Orada zor kabablar verirlər, zor. Bir də qırçın verirlər. Ozan restoranında qırçın yerdi. Tozunda var idi. Buradan Faiqə salamlar göndəririk, Faiq. Bol habo. Hə. Faik çox belə maraqlı bir insandır, personaj kimi. Çox maraqlı simadır, belə deyim. Tam qazi babkin bizə napomda. Ha, doğrudan. Faik bizi qonaq eləmişdi. Orada sağ olsun qonaqlığa görə. Həqiqətən də ziyarət ediləsi yerdir, maraqlı yerdir. Halbuki sonra Facebookda bəziləri şərhdə yazdılar ki, Hə, biraz fərqli adamdır, hə. soxuşdururlar, mən nə bilim nə, amma ki biz bununla razı deyilik. Mən neçə ildir Faiqdən kebab alıram. Elə Faiq nə verilişi tanıyırdı, nə bizi tanıyırdı, nə biz çoxdandır kebab sifariş edirdik. Nə məni də tanımırdı. Yəni həmişə yaxşı kebab verirdi. Keyfiyyətli kebab verir. Çox. Mən çəkilişdən sonra da ora gedirdim. Yaxşı da sağ olsun qarşılayırdı və təbii ki yaxşı yeməklər verirdi. Xoşuma gəldi. Kartofun nə ki özü duzlu deyil, quyruğu da duzlu deyil. Ya o şey, Yəni yəni maraqlıdır belə. yaddan çıxıb o. Məncə yadlarından çıxıb. Yəni mən inanmıram ki bu Bu belə də kartofda olmalıdır. sonradan vurulsa problem deyil. Əsas ətdə sonradan vurulmasın. Manqala qoymamışdan əvvəl duz vurulmalıdır. Hoppa, meyvə gəldi. Əsas məsələ. Hə. Kartoşkanın duzu yoxdur, amma belə bişməyində yaxşı bir şey. Bəzi kartoşkalar iri doğranılıb və bərk çıxmışdı. Razısan? Aha. Yəni burada Biz burada qiymət verəndə qardaş gəldi bir qab meyvə gətirdi restoran adından. Sağ olsun, var olsun. Meyvəyə görə Bizi gəlmişik tanıdılar. Bəli. Çay süfrəsini də planlaşdırmırıq. Planlaşdırırıq, başqa yerdə planlaşdırırıq, başqa məclisə gözləyirlər bizi. Yəni ki, dediyimiz çalışırıq obyektiv olaq. Bəlkə də burada kebablar həqiqətən də bundan bir qat yuxarıdır. Qırçın, mən elə hesab edirəm ki, 5 ballıq eləməyədir. Çünki 5 ballıqda 2 9 bal. 0 deməkdir. Gəlin 10 bal. 6 ballıq elə. 10 ballıq. 10 ballıq elə, hə, o biraz belə daha doğrudur. Yaxşı, 10 ballıq 1-1 deyək bunları. Nə var bir-bir? Bax qırçın mənim üçün nə bilim 7-8. 8 idi. Yəni çox yaxşı, bodri, biraz duzu çox idi, amma Okey. dadlı idi. Mən induşka xoşlayan İnduşka deyirəm. Mən mən- obyektiv ola bilməyəcəm çünki induşkanı Mən xoşlayıram. induşka xoşlayıram. Ortadan da biraz yaxşıdır. 7-8 induşka mənim üçün. Okey. Yaxşı, sulu idi, qurutmayıblar, yumşaq idi, yağlı idi, induşkanın özü yaxşıdır. Bu yeməkdə tərəvəz yaddan çıxır. Mən buğulamaya 0 verirəm çünki bu buğulama deyil idi. Amma yaxşı soyutma idi. Ha, yaxşı soyut. 7-8 vermək olar. Yəni məndən soruşasınız ki, sən bu restorana qayıdıb hansı yeməkləri yenidən sifariş edərsən? Mən 100% əminəm ki, mən qırçını da sifariş edəcəm, hinduşkanı da sifariş edəcəm, ikisindən də bir 8 verərəm. Hətta hinduşkaya bəlkə də 9 verərdim. Amma buğlama mən burada onu ümumiyyətlə bəyənmədim və çox güman ki, bura növbət dəfə gəldikdə onu heç sifariş edəməyəcəm. Dostluğu məsləhət edəcəksən. Bəs Dostum olsa zaten mənə demişdi ki, burada hinduşka yaxşıdır və qırçın yaxşıdır. Bu yeməklər də yaxşı çıxdı, ona görə dostuma çox sağ ol deyirəm. Dostun adını da çək, hə? Ramen. Ramin niyə gəlmədi bir dəfə? Alınmadı, işi var. Kartofu necə qiymətləndirirsən? Daxtoni. Əslində yaxşıdır, jalka даже. Sən Biraz yaxşı qoyma. bişiriblər. Baxın, Amma ki, Ne хочется критиковать. duzu vurmayıblar deyə. ağı görürsünüz və bura yağ düşüb, bura yağ düşməyib. Kartoşka özü birincisi böyük idi.
həm də ki, buradan tez yanır, burada bərk qalır. Ona görə şişə qoyulanda yaxşı olar ki, diametri balaca olan kartoşkalar geçsin. Şeyler, sirkulla zadla ölçüsünlər. Bunun adını ör. Ştangil sirkulla. Sirkül puarı. 10 ballıqda onda mən 7 qoyardım. 7 bal yarım edə brat. Yox, 7. 8 elədə var. Yox, 7. Да, еще это как называется? Чимаев. Видите, Чимаева будет бой. Hoş, Çimayev это вообще. Чимаев всех. Там это если Иржи Прохаска. Охренительно. Он хорош. Он хорош. Pul gəldi qaqana. Ona gəldi. Safasan Yaxşıdır. Yəni bizimkilərdən də inşallah Köroğlu metrosundan şəhərdən Köroğlu metrosuna çatanda Metron güclə. gimnastikaya çatandan sonra sağa dönsən, körpünü keçirsən, o Niyalit Krugo adlanan bir yer. Niyalit Krugodur yoxsa Yəni bu obrasıdır. Hə, bu MBZ Krugodur, belə deyək. Bəli, Lukol zapravkası var orada. Lukol zapravkası tərəfə sürürsən, elə bir Çobanzadəyə gedib, Bəkir Çobanzadə küçəsinə getmək Svetofordan istəyirsən. sağ. Ora çatmamış birinci svetofordan sağa. Svetofor. Buraları pis, Svetofor. buraları pis tanıyanlar üçün prosta Waze-ə basın. Romans Paulus. Romans Paulus Elə Waze. deyirsiz elə bu Romans Paulus Targovudur da. Yox, deyirəm ki, Waze-ə vurun, gətirəcəksiniz. O gün başqa yerdə oturdu, bu da Çeşməli üzbəyüzdə. Aydın oradadır ki, Özbəkistan küçəsidir. O Özbəkistan küçəsini tanıyan var. Var. Var, edirəm. Burada qalanlar tanıyır. Var. Mən tanımıram. Özbək xalqından üzrəsiz. Ümumiyyətlə deyim, restoranın həyəti, bu havası, mən elə şeylərə fikir verərəm. Qabı, qacağı, tualet, restoran, otağın Şadlıq sarayından gələn stullar. Şadlıq sarayı stulları da. Səliqəli qəşəng restorandır. Mətbəxi belə deyək də, topdur, wowdur, amma ki, misal üçün ailə məclisləri Ailəvi üçün, yerdir, ailə məclisləri. Və ikinci gündür fulldur da yəni bura. Basa-basda işləyir və hər gündə belədir. Yəni üçüncü gündə bu gün. Bugün ikinci gün. Ha, bugün mən elə bildim ikinci gündür gəlsən görsən ki, fulldur. Yox. Üçüncü gün gəlmişi fulldur da. Yox, Yox, dünən. Həftənin ikinci günü. Həftənin ikinci günü. Həftənin ikinci günü. Sabit. Həmişə Həmişə yeyib içməklərdə uşaqlar. Hadi gözlə hesab. Öpürük sizi. Hesab. Davay, hesab. Mən gəlməyim, nə davay. Gürçün Hesab 20 manat, eləyin. 60 manat induşka eləyir 82 manat. Başqa nə idi? O birisindən 13 manat, 26 manat 82-nin üstünə 16, 18, burada 100. Qarıca hardasa Halodla ilə zaten bir yerdə 130 manat 3 nəfərə çıxacaq. Mən 150 deyirəm. 150 demə. 150, 130, 131. 142. Çox sayılı istəklər Çox nəzərə sayılı yox, Cavidin. Sayılı istəklər nəzərə alır. Şərhlərinizi oxuduq. Onu dünən. Hoşum, çox sayılı mənim istəklərlə əlaqədar servis super idi. Qardaş kimi idisə çox yaxşı bizə vaxtında gətirdi hər şeyi, yaxşı qulluq elədi bizə, sağ Məsələn ki, olsun. əvvəldən bilmirdik ki, biz kameranın zaten gəlmişik. görmüşük. Kısacası biz bu yerə deməmişik ki, biz operatordan zaten gəlib çəkmiş olacaq. Zəng vurur şey, power. Sonra necədir? Ola bilər ki, ona görə də sonra meyvə gətirdilər bizə. No, qardaş sağ olsun, həqiqətən də menyuda zətdə hər şeydə yaxşı bizə Sağ olsun. elədi. Yaxşı da şey olacaq. Sirap. Sirap, kompot, buğlama, kartof quru, hinduşka bütöv. Bir dənə göstər o şüşütü. Harada yazılır? Gözlə. Burada zvuk verərsən. 3 nəfərə 172 manat. Qardaşın adı Azaddır. Sən yenə də həmən fikirləsən. Azaddır. Hər şey yaxşıdır. Servis haqqı da var burada. Nə qədər istəsən? 10%. 15 manat 70 qəpik. Çox sağ ol Azad. Я угадал с ценой, 157, это 15 манат сервиса. Не хватит, не Ты угадал, что 150 сказал? сказал. Ну, 150, я был ближе всех. Ну давай, бля, что ты? Kartal. Nə qaldı? Qaldı ona demək ki, axırıncı dəfə 3 nəfərə biz şotu, bu qədər şotu bir də sən istirahətdə vermişsin, nadir yayda gələndə. Orada daha çox idi. 180 manat. Ha, 180 idi. Amma yemək daha çox idi orada yeri gəlmişkən. Biraz çox, orada da 3 dənə yemək idi. Qaydaramı mən bura yenidən və ya yox? Kimsə çağırsa, özüm gəlmərəm. Mən onu demədim. Dostlar çağırsa. Burada yol düşmür. Amma restoran özü təmiz gəzək restorandır, sağ olsunlar meyvə verdilər, servisləri yaxşıdır. Ona görə Meyvədən götür. meyvə istəmirəm, yaxşıdır. Sən də götür. Sağ ol, çok sağ ol. Mən zapuskalı biraz üzüm götürərəm, sağ ol. Həmişə yeyib içməklərdə. Yenə üzüm var.